Saxlayın burada zəhmət olmasa. Eşitdiniz? Azərbaycan əskəri Qızıl Meydandan belə keçəcək. Az olmağına bax, bu Türk ordusunun sistemidir gəlib Azərbaycanda. Azərbaycanda ordu nədən ibarət idi? Türk sistemi bura gəlməyənə qədər. Hörmətli Paşa gəlməyənə qədər bura. Nədən ibarət idi? Və ondan əvvəl də burada iş gedirdi təbii ki. Neçə illərdir biz Türk sistemi ilə burada bir millət ki, dövlətik. Sistemi nədən ibarət? Gisuda, soldat! Utan, keçi səsi çıxardırdılar. Rus ordusu. Əskərə mən ayaq yolu yuzdurmaqdan tutmuş belə sirkab şey eləmədi. O nə ordudur? Elə ordu olur. Qoy görsünlər Türk ordusunu Qızıl Meydanda. Əskərimizin səsini vətən sənə canım fəda deyir. Vətən sənə canım fəda. Qoy onun addımını eşitsinlər. İndi bundan sonra görün Belarus ordusu necə görünəcək. Bax, indi Belarus ordusu gələcək. O Belarus ordusu axı həmən Sovet ordusunun qalığıdır indi də. Və Belarus ordusunda vətən sənə, orada Türk sistemi yoxdur. Bir dənə baxın bu Belarus ordusuna. Saxla. Eşidirsiniz, hətta böyrdə belə qromki. Onu sən Türk əskərində eşidə bilməzsən. Kimsə kimin üzərinə bağıra bilməz. Kimsə kimi aşağılaya bilməz. Əskər canını vətəninə fəda verər, fəda edər. Orada əskərlə subayın, zabitin arasındakı münasibət Türk münasibətidir. Evladla ata münasibətidir, valideyn münasibətidir. Orada da hələ qışqırır onun üstünə. Qramki! Qışqırır onun üstünə. Orada görürsünüz, güclə səslər çıxır. Amma məni yandıran bu Belarus ordusu deyil. İndi Qazax ordusu gələcək. Qazax ordusu, ay kişi, Qazaxıstan, oraya Türk sistemi getməyib də, Paşa sistemi gelib çıxmayıb oraya. Ya Sovetdən ayrılanlar. Amma başında dayananın bir ağlı olmalıdır axı. Sən Qızıl Meydandan keçirsən, Qazax qüdrətini göstərməlisin. Bu sənə deyib ki, sənin dövlətçiliyin yoxdur. Bildiyimə görə Tokayev də getmir ora. Tokayev də getməyib ora. Amma sən bir Qazax əhvalını göstərməlisin. Görün Qazax ordusu orada nə ilə keçir. Sən də bir baxın buna. Verin Azad bəy Qazax ordusunu. Saxla. Ayıbdır. Vallahi ayıbdır. Biz nə gözəl günlər görürük, nə böyük qürurumuz var bizim, nə gözəl dövlətimiz var bizim, nə gözəl əhvalımız var bizim, nə gözəl qalxınmamız var bizim, nə kaçuşa, kişi sözə kişi.